çəkiliş götürürəm, sən gəl. Şuraya bu da sallasın, para kaldı. Yer, güzel. Dur. Kaldı, hele. Gəlmə, çıxın mən. Gelme. Geçecek gari. Ay sağ ol. Yeniden ben tutum. Ha. Şu evin içini getir Allah. Sen de aynı her. Hala gelecek para. Ha, kim de değil. Hala Gəlin bəri, elə oradan gəlin bəri. Ana, bir danışa bilirsən, danış. Bir danışdan az gəbəsən gəl. Allah şəhidlərimizə rəhmət eləsin. Rəhmət eləsin. Şəhidlərimizin qəni rəhmət eləsin. Yeri cənnət olsun. Qazilərimizə can sağlığı, el oğlanlarımıza da can sağlığı. Məhəmmədin evidir bu. Bacımın yoldaşıdır. O cür dövlətin ən yaxşı iştirakçısının evidir bu. Hə, Allah canını sağ eləsin, Allah sizin də canınızı sağ eləsin. Prezidentimizə də Allah qüvvət versin, bizi köçsün, getsin yerimizə. Mənim oğlum da müharibədə iştirak eləyibdi, getdi, könüllü yazıldı. Füzulidə olubdu, Ağdamda olub, Xocavənddə olubdu. Onu da hələ verməyiblər. Gətirər. Xeyr, sağ-salamat gələk evimizə yerləşək. Ayrı heç nə istəmirəm, nə villa, nə Bakıda ev, heç nəyimdə yoxumdur. Mən buranı gözləyirəm. Mənim evim də o deyil, yuxarıdadır. Xəstəxananın bərisindədir. Burada qardaşımın evidir. Burada can qoyubdur. Bax, barvat külük çalıb. Sağ olun, Allah dadınıza dursun. Bu işi də yaradanın Allah dadına dursun. Şəhidlərimizə də Allah rəhmət eləsin. Mənim daim oğlu da şəhiddir. Qohumlarımızın çoxu şəhiddir. Allah rəhmət eləsin. Hamısı bizimdir. Kəndimizin işğaldan azad olduğu gündən 5 il keçir. Amin, amin. İnşallah. Xeyri, sağ-salamat köçək, bundan da yaxşı eləyəcəyik. Gəl bacı, gəl. Sağ ol, Allah da
Bugün kendimizin işgaldan azad olmasının 5 yılı keçir. Allah şəhidlərimizə rəhmət eləsin, yerlərin məkanları cənnət olsun. Bugün 5 illik münasibəti ilə şəhidlər abidəsi düzəltmişik, inşa eləmişik. Onu da açılışıdır. Orada iştirak edənlərə də Allah can sağlığı versin. Şəhidlər üçün nə eləsə yardır. Sağ olun. Başına benim bir dəqiqə. Bu evin sahibinin əli uzaqlı qalıb, əli uzalı ölüb vətənindən ötürü. Bu yollarında ruhu şad olsun. Amin. Bu bugünkü gündə ona ayan olsun ki, bilsin ki biz gəlmişik, onun torpağımıza gəlib çıxmışıq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bütün ölənlərə rəhmət eləsin. Allah Əhbər müəllimə, dünyada ən yaxşı adam olan Əhbər müəllimə də rəhmət eləsin. Bax bu kişinin atası. Məhəmməd Əli müəllimin evidir. Oğlu Elçin müəllimdir. Bax o da oğlu Elçin müəllimdir. Allah rəhmət eləsin. Bu işin təşkilatçılığında əsas yerlərdən birini tutur. Elçin müəllim. Sağ ol, sağ ol. Bu da bizim evdir. Qoyluğun şad olsun. Bilsin ki onun yurduna gəldilər. Gəl bəl. Zinədin aparır. Gəl bəl. Geçen Mehmet Ali yoktu, balaca Mehmet Ali gelip onun yurdunu ziyaret etti. İnşallah sağ salamat qaydar. Şəller kendimize. Gəl, yavaşça gəlin böyle. Bir de yedim.
çeksin. Ana, ne oldu? Sana ne oldu? Gel, merkez yanına bak, yanına bak. Gel. Evimize gelmişiz. Hem şey yanımızda. Çok sağ olun, var olun. Gün o gün olsun. Yerimiz obamız çiçesin. Gerek kendimizde yaşayın. Allah köməyiniz olsun. Yani gelin gedirik. Yağışda bizim çəpəri çəkib gəlir, indi gəlsin deyəcəm götürsün. Ha. Nerede bir metre burada. Tamam, telefon sana. Gel. Gel, gel. Bak bura gelin evi. Ha, işğaldan sonra. Gelin evi bura. Yaxşıdır bu. 5 ildən Yaxşı qonşudular. Münasibdiler. Ne fərqliysə hamısından bakır. işğaldan azad olanlar 5 ildən sonra yenə də bura gəlmək bizə qismət oldu. Bu qisməti bizə yaşadan şəhid ailəsinə, şəhidlərin özlərinə Allah rəhmət eyləsin. Şəhid ailələrinə can sağlığı versin, qazilərimizə can sağlığı versin, prezidentimizə can sağlığı versin ki, bu xoşbəxtliyi bizə yaşatdılar. Amin inşallah. Amin inşallah. Siz dev çəkdin, değil mi? Bir geç çıkıyor, biraz vaxtımız var. O tərəfdə də gülmezler. Hardan sen keser, hardan salmışsın? Çıxarım bu yalasını. Ha o ne nimet oradan da bir çek. Gel her yerden. Siz de hoş geldiniz. Hemşehrimizde, obamızda hoş günler olsun. Hoş günlere gele inşallah. İkilsin, kurulsun. Gele Burada- yaşayak. Möhbət illiyə bildi. İşğaldan 5 il sonra da olsa geldi. Nəvələridir mühəbbətin Gördük. oğlu, qızı. Allah hemşehrimiz obamıza xeyir işler qismət eləsin. Amin inşallah. Allah şəhidlərimizə də rəhmət eləsin. Məkanları cənnət olsun inşallah. Şəhidlərimizə rəhmət, qazilərimizə, Can iştirak sağlığı. eləyənlərimizə can sağlığı Allah versin. hamısını can sağ eləsin, ölənlərə də rəhmət eləsin. Amin. Geldim tabi buradan Pramoy məktəbindən. Çıxın gəlin mən. Rəsmi, hayır gəlin getdi şəhid abidəsinə. Kompleksinə sağ. Gel, 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 Möhbət, gel. gəlin bəri. Gəlin bəri getdi şəhid abidəsi olan yer. Bayrakları bayrak eden üstündeki kandır. Korkak eğer uğrunda ölen varsa vatandır. Polat, Ömer, Mübariz, Elnur, Hikmet ve Mayıs. Burada Aliye yanından yeniler, onlar beni Elnur, götürdü. Hikmet ve Mayıs. Sərkərdəmiz ilhamımız can verərik vətən üçün. Sərkərdəmiz ilhamımız can verərik vətən üçün. Hər şey vətən üçün, hər şey vətən
diyecektik torpaqlara. Evet, müəllim. Şimdi senden soruşuram. Geldik götürdük. Vəssalam. Ve götürəcəyik. Ne kadar lazım? General polkovnik mayor, kaptan baş leytenant leytenant. General polkovnik mayor, kaptan baş leytenant leytenant. Gizir çavuş biz əskəriz, can verəriz vətən üçün. Gizir çavuş biz əskəriz, can verəriz vətən üçün. Hər şey vətən üçün, hər şey vətən üçün. Hər birimiz bir əskəri can verərik vətən üçün. Biz Türk oğlu Türkeliyiz, can verərik vətən üçün. Vətən üçün, hər şey vətən üçün. Hər birimiz bir əskəri can verərik vətən üçün. Biz Türk oğlu Türkeliyiz, can verərik vətən üçün. Hər şey vətən üçün, hər şey vətən üçün. Hər birimiz bir əskəri can verərik vətən üçün. Biz Türk oğlu Türkeliyiz, can verərik vətən üçün. Hər şey vətən üçün. Geçin bir saysın. Ha, buyurun. Hoş geldiniz. Allah rahmet etsin şehitlerimize. Amin. Gelmişiz elimizi, obamızı yad eləməyə, şehitlerimizi yad eləməyə. Allah hamının canını sağ eləsin. İnşallah kendimiz tikiler, kurular, biz de köçüp burada yaşayalım. İnşallah. Yani hamın demeye göre vaxt yoktur. Allah rahmet eylesin. Allah bütün şehitlerimize rahmet eylesin. Allah rahmet eylesin. Qazilərimizə Allah can sağlığı versin. Şehit anası Gülnaz ananın. Onlar buna orada bizim işleyenlere Allah kömür olsun, Allah dayaklar olsun. Gün əziyyət çəkdilər bu 4 aydır. Bu Savalan Quliyev, Savalan Ömərov şehit. Onun anası Gülnaz xanım. Axırda yendaşağı sənətə düşdü. Çok sağ olun. Allah köməyiniz olsun. Allah bütün şehitlerimize İnşallah torpaqlarımızı aldı, verdi. Biz gəldik belə torpaqlarımızı gəzdik yana. Şehitlerimize Bəli. görüşük gedirik. Maşın gelir ora. Allah bütün şehitlerimize rahmet eylesin. İnşallah növbəti görüşümüz şəmbimizdə, elimizdə, obamızda İnşallah. qayıdaq gələk. Burada toyumuzu, bayramımızı burada keçirək inşallah. Getdik. Gedək. Məktəbə sərəf. Şükür Allah'a ki buradayız. Evimizde, işimizdeyiz. Onun bizim evimiz. Allah bizdekinden can sağlık versin. Şehitlerimize Allah rahmet eylesin. Gazilerimize can sağlığı versin. Şükür Allah'a ki bu şükürde elimizde olmamıza torpağımızdayız. Allah senin de canına sağlık. Sağ olsun. Şehitlere Allah rahmet eylesin. Sizin de Allah canınız sağ olsun. Sağ olun. Növdətli bacı özü də şəhid ailəsidir. Yoldaş şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eyləsin. Yerdə qalanlarda canı sağ eləsin. Sağ ol Aziz. Sağ ol. Gəlin, bu tarafa gəlin gedir. Şəhidlər abidəsini ziyarət eləmək. Çox sağ ol qardaşım. Gedin ziyarət eləmək. Düşünməli. Həmişə evimizdə. Sağ olun. Gəl gələk. Bir sənəm mən buranı bərpa edəyəm. Bəli, bura
Benim Hasan Versinler dayımın işte lazımlar özümüz bərpa Özümüz bərpa eləyək gələk yaşayalım. Yoldaşlar da Hasan dayımın oğlu. Allah şəhidlərə də rəhmət eləsin. Amin inşallah. Bir də indi şəhidlərin abidəsinin açılışına iştirak edir. Amin inşallah. Gəlin bəri gedin. Bir də Biraz gəl. alalım, görünür. Hə, kimdir vətən? Allah sizə də can sağlığı versin. Sağ ol Allah. Xatirəni yaşadın. Bunu təşkil eləyənlərə də can Sağ sağ ol, ol. sağ ol. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün də Ataşoğlu Həsən evi. Burada daha kimliğimizden. Ata evidir, baba evidir. Baba yurdu. Çəmbər. Allah can şəhidlərimizə rəhmət eləsin. Cavanlarına can sağlığı versin. Allah qazilərimizə canı sağ olsun. Sağ ol. Allah sevsin. Aşağı Murat geliyor. Murat görüşüyorlar. Murat başında bir yerde görüşürler. Şəhid Murat mənimlə döyüş, daş başında olub, döyüşü. İkinci hissəsinə şəhid oldu. Allah cəm şəhidlərə rəhmət olsun. Murat da onun içində. Çox dəyərli olandı, çox qəhrəman oldu. Allah rəhmət eləsin. Bu da onların evi. Onu yaşatdı. Buyurun. Allah bütün şehitlerimize rahmet eylesin. Bugün bize yaşattılar. Kadirlerimize can sağlığı. Prezidentimize can sağlığı. Onlar için ne eylese yardım. Amin inşallah. Çok sağ ol sen de. Sağ ol, sağ ol. Allah kömək Yerin sağ olasın. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Birdən döyüşmüş şəhid, hansı ki bu günlərdə uzalmış o şəhidlərin məhləsində. Sən döyüşən Allah. Muradı, Yaşarı, Azimi. Zahidi, Samalanı. Həsəni. Daha iyi gelin. Anlatmayacağım diye. Hoş geldiniz. Allah köməyiniz olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Bu da sizin evinizdir. Ha, bura bizim evimizdir. Allah rəhmət Allah rəhmət eləsin. Bayram işi. Bayram işi. Hoş geldiniz ha. Ha, hoş gördük. Bu yıl Ərsək şəhidlərimizin ruhu şaddır. 18 oktyabr. Gözün aydın abi, həmişə evində işin. Sağ olun, hoş geldiniz. Bura abi dinleyelim. Bayram daha dinleyelim. Allah kömək. Şəhid Nazım yaşadığı evdir. Hərbiçi Yaşarın yaşadığı evdir. Allah kömək. Allah hamısına rəhmət eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin. Amin inşallah. Bir de bunları da çeşelim. Vətəngilə. Diye ha vatan orada gözlüyoruz. Onun birini ver buraya. Bana bunu veriyorum buraya. Ya var, maşında biri var. Götür. Hoş geldin sen. Demək 32 ildən sonra kəndimizdə yığışmışıq kəndimizə. Biz də hamımız sinif yoldaşları, kənd, qohum əqrəbi hamımız buradayıq. O gün olsun inşallah abad vaxtında gəlir. İnşallah. İnşallah, inşallah, inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Yəni Allah sizə ömür versin. O tərəfi də götür. Ha bu belə çıxın arxada qalsın. Baxın məni. Baxın məni, gəl baxın, baxın məni, mənə.
Gün olsun abadlaşsın o vaxt gəlin. İnşallah. İnşallah Allah sizə ömür versin. İnşallah. Sağ ol. Gözəl kənd olacaq burada. İnşallah, inşallah. Get. Sağ olasın. Sağ ol ay İslam. Allah canını sağ eləsin. Əziyyət çəkirsən, böyük əziyyət çəkirsən, hamımızın əziyyətini çəkirsən. Sən təksən biz çoxuq. Sağ ol. Allah sana can sağlığı versin. Sağ ol. Getdiydi bayraqla gedəcəyik ora. Çox sağ ol qardaş. Sağ ol. Piyada. Şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizin canı sağ eləsin. Prezidentimizə dəyməsin. Elimizə, ovamıza, Allah cəmaatımıza dəyməsin. Bura bizim evimizdir. Yəni rəhmətli şəhid qardaşım da bu evdə doğulub, bu evdə böyüyüb. Buradan gedib, buradan da şəhid olub, bura gəlib, bu həyata gəlib. Bir dəqiqə, buyur vətən, davam elə. Hə, yəni İslam, səndən döyüş yoldaşı olub, Zahid bilirsən. Baxadan qayıt, burada doğulub, burada boya başa çatıb, burada böyüyüb, buradan da əskəriyə gedib, buradan da şəhid olub, bu qapıya da gəlib, buradan da aparıb basmışıq. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin, cəmaatımıza Allah dəyməsin. İnşallah. Buyurun, Gedin varsa söz. Gəlin. Bayraq aparın, Betaniya. Allah rəhmət eləsin şəhidlərimiz. Arzum budur. Kardeşlerim, vatanımıza, toprağımıza, oğlumu ziyaret ediyor, anamı ziyaret ediyor. Bütün şehitlere Allah rahmet eylesin. Yerde kalan yaşlarımıza Allah değmesin. Prezidentimizi selamet eylesin. Demir yumruluk değiller. Demir yumruluk, kovaç yumruluk. Ebedi olsun. Ümmet dahi aslanım, ailərim, şəhidliyim, atasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu yerdə, yer yurtda onların boya başa çatdığı yer. Allah tutansı da şəhidlərimizə rəhmət eləsin. Gedə indi abilərimizin atlasın. Çıxın. Hadi. Çıxın, çıxın. Allah senin de ölümlerine rahmet Sağ ol, eylesin. sağ ol. sayesinde biz bugün buradayız, bu tedbiri getirdik. Allah elimizi odamıza var eylesin. Allah bizim bu birliğimizi elimizden alsın. Amin. Əziyyət çəkənlərin hamısının hava xoş olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Şəhidlər üçün nə qədər nə eləsə yazın.